bu futboldur. Yəni belə hadisələr olur. Bəzən elə oyunlar olur ki, əlindən gələni eləyirsən, heç bir şey alınmır. Düşünürəm ki, bu oyun da həmin oyunlardan idi. Sadəcə başımızı dik tutmalıyıq. Futbol heç vaxt yanmır. Yəni irəli getmək lazımdır. Çünki uzun illər biz də, yəni Avrokuboklarda qələbələr qazanmışıq. Həm Çempionlar Liqası olsun və digər turnirlər olsun həmişə. Amma bəzən yəni futbolun belə işləri var. Sadəcə həvəsdən düşmək lazım deyil, daha güclü dönmək lazımdır. Artıq bir növ ənənə halını almışdı Qarabağın Avrokuboklarının əsas mərhələsində çıxış etməsi. Bax bu amil komandana, ümumiyyətlə futbolçuların üzərində hər hansı bir təzyiq yaratmışdı oyundan əvvəl. Ümumiyyətlə təzyiq həmişə var. Qələbə qazanmaq təzyiqi olsun. Ümumiyyətlə amma biz təcrübəli insanlarıq, təcrübəli idmançılarıq və bütün bu vəziyyətləri kontrolda saxlamağı yəni bacarırıq. Amma yenə dediyim kimi, yəni futboldur, alınmadı. Belə olur belə şeylər.